show başladı yine. Işıklar yanır səhnədə. Dünya TV bizimle. Bu gece söz evinde. Hanımlar, cənablar, əsl şou başlayır. Verilişin aparıcısı Elvin Qudrətov. Gülüş dolu bu məkan, renk qatır hər anan. Söz deyir ürəkdən o, Elvin aparır meydan. Alqış səsi dalğadır, studiyada bayram var. Səhnəyə kim çıxsa da, burada ulduz dolular. Əsl show, Dünya TV bir nömrə show. Elvin deyir başlayaq, coşur hər kəs dolur zal. Əsl show, gecəmiz olsun dop dolu. Ritim tut da çal biraz, bu show başqa çox özəl. Sürpriz dolu hər anı. Bəli, biz yenə gəldik. Əsl show ilə qarşınızdayıq. Axşam saat 19:00 oldusa, Dünya TV-də Əsl showunun vaxtıdır. Dəyişməz ünvandasınız, doğma kanaldasınız, Dünya TV-dəsiz. Hər birinizi xoş gördük. Axşamınız xeyir olsun. Hamısı bir səhnədə, Dünya TV deyəndə, keyfiyyət var efirdə. Əllərə verək. Bəli, dediyi kimi Dünya TV deyəndə keyfiyyət var efirdə. Bugün isə Əsl show var efirdə. Bir də axşamınız xeyir olsun. Bugün maraqlı qonaqlarla sizin hüzurunuza gəlmişik. Gözəl ifaçılar var. Gözəl musiqilərdən zövq alacaqsınız. Düz 2 saat yorulmayacaqsınız və bizi izləyəcəksiniz, zövq alacaqsınız. Ekranda bizim əlaqə nömrəmizi görürsünüz. Bu əlaqə nömrəsi vasitəsilə WhatsApp-a öz ürək sözlərinizi yaza bilərsiniz. Amma səsli mesaj atmamanızı xahiş edirik, nə də zəng etməməyinizi. Dediyim kimi, bugün də gözəl qonaqlarımız var. Kadr arxası, kamera arxası əməkdaşlarımızı salamlayırıq. Bugün hamımızın əhval-ruhiyyəsi yüksəkdir. Ümidvarıq ki, Baharın xüsusi yüksəkdir. Salamlar. Ümidvarıq ki, bu əhval-ruhiyyəmizin yüksək olduğunu sizlərə də yansıda biləcəyik. Mən bu musiqini sevirəm. Hər dəfə veriliş proqram giriş eləndə bu musiqi ilə başlayırıq və ayrı bir ruh verir. Amma dəvət edəcəyimiz qonaqların musiqilərini daha çox bəyənirəm. Çünki və istəyirəm ki, o musiqiləri bugün burada ifa olunsun, biz də dinləyək. Dediyim kimi, WhatsApp vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz, öz ürək sözlərinizi yaza bilərsiniz. Biz də onları səsləndirməyə çalışacağıq. Mən istəyirəm ki, əziz tamaşaçılar, vaxt uzatmadan elə ilk qonağımı sizlərə dəvət edim, anonslardan görmüsünüz. O qonağım bir dəfə də bizim proqramda olub. Yaşına baxmayaraq, yəni yaşının azlığına baxmayaraq, bu sənətdə böyük işlər görüb və onun xətri mənim üçün çox əzizdir. Sənətdə öz izi var, öz dəsti xətti var və o yoldan, belə deyim, kənara çıxmadan öz musiqisini icra edir və daim gündəmdə qalmağı bacaran bir isimdir. Dəvət edim gəlsin öz ifası ilə Natiq İsmailov. Çıkıp gel uzak yollardan, benim can yaramı sarmak için
Çünkü bir nefes ki aşk sana benzer. Benim can yaramı sar gülüm, çünkü ah derin bir nefes ki aşk sana benzer. Gökten parlayan ali kalpte, inciden söz çölden ışıldayan su sana benzer. Gökten parlayan ali kalpte, inciden söz çölden ışıldayan su sana benzer. Hayrat bir aşk içinde yandım çok zaman. Söylem, koca bir hayat nasıl geçer senle? Geçen her ömür sana benzer. Şimdi söyle bu hayat nasıl geçer sensiz? Geçen her ömür küle benzer. Gökten parlayan ali kalpte, inciden söz çölden ışıldayan su sana benzer. Gökten parlayan ali kalpte, inciden söz çölden ışıldayan su sana benzer. Gökten parlayan ali kalpte, inciden söz çölden ışıldayan su sana benzer. Gökten parlayan ali kalpte, inciden söz çölden ışıldayan su sana benzer. Necəsiz? Axşamınız xeyir olsun. Salamlayıram bizi izləyən bütün həm Sumqayıtımızı, həm bütün Azərbaycanımızı, əziz dəyərli izləyicilərimizi, xalqımızı, millətimizi. Efirimiz gözəl olsun, xoş olsun. Axır vaxtlar maşallah tez-tez görüşürük. Allah xeyir eləsin inşallah. Xeyir də olacaq ki, xeyirdə görüşürük maşallah. Maşallah olsun. Təşəkkür edirəm hər kəsə. Keçin, əyləşin. Necəsiz? İşləriniz necə Yaxşı, gedir? yaxşı şükür Allaha. Son görüşümüzdən bu yana nə yeniliklər var? Son görüşümüzdən bu yana yeniliklər odur ki, inşallah üzərimizdə çalışdığımız işlərimiz var. İnşallah onları başlamışıq. Sağlıq olsun, görək bu aylar ərəfəsində bitirəcəyik hamısını Allah qoysa inşallah. Bu mahnını Koray Avcıdan yaxşı oxumusunuz. Koray Avcı mənim türk musiqisində, türk səhnəsində ən çox sevdiyim ifaçılardandır. Onun səs çaları mənim çox sevirəm. Çünki müğənninin gərək səs çaları gözəl olsun. İstənilən bir müğənni, əgər bugün gün də hər hansı bir insan, məsələn mən bugün kimə sən gəlirəm, telefonu açıram, danışıram, o adam bəlkə mənim telefon nömrəmi yazmayıbsa, birbaşa mənə deyir ki, məsələn artıq sənsən. Səsdən artıq bilinir ki, o danışan kimdir və ya oxuyan kimdir. O səsin özündə bir məlahət olmalıdır, səsin özündə bir keyfiyyət olmalıdır. Allah onu bütün ifaçılarımıza nəsib eləsin inşallah. Amin inşallah. Bugün, belə deyim də, bugün yeni ifalar olacaq yoxsa? İnşallah o günkü ifalarımızdan fərqli olaraq bugün yeni ifalar. Daha fərqli repertuar. O ifaların içində Bahar xanımın öz seçdiyi mahnılar da var ki, deyib, xahiş edirəm, mən bugün vəziyyətdən çıxardım. Hansı ifadır o elə? Hə? Onu səsləndirən. Sana bənzər oxumuşam. İndi o birislər də inşallah yavaş-yavaş Bu oxuyacaq. sana bənzər kulisdə mən eşitdim. Sana bənzər həm də sizin seçiminizdə. Bəli. Mənim dostum deyir ki, mən o ifaçının mahnısını sevirəm. Dedim, mən də elə oxuyacağam ki, sən ancaq mənə qulaq asacaqsan
inşallah. Az öncə siz dediniz ki, musiqiçinin, müğənninin səsi gözəl olmalıdır. Yəni Bəli, bilinməlidir bu kimdir. Əslində gözəl ifaçılar çoxdur ya Azərbaycanda maşallah. Hər kəsin öz səs çaları vardı, amma sözün yaxşı mənasında o səs çaların üzərində bir maraq olmalıdır, bir keyfiyyət olmalıdır, bir qeyri-adi bir çalar olmalıdır, düzdür? Ki hansı ki bizim bu musiqi sahəsində az eşidilən bir səslərdən olsun yaxşı mənada. Biz belə tembrli ifaçıları əsasən eşitmişik Türkiyədə, o səs çalarında. Azərbaycanda biraz bu səs çalanda ifaçılar azdır. Amma nə bilim, mən elə gəlir ki, mən bu musiqiləri daha gözəl ifa edə bilirəm, mən elə gəlir. Bəs o səslə oynamaq üçün, belə deyim də, xüsusi rəng qatmaq üçün bir təhsil önəmlidir, yoxsa bu Allah vergisidir? Yox, ümumiyyətlə, bütün ifaçılar üçün, musiqiçilər üçün təhsil önəmlidir. Bu, birinci şərtdir. Hər bir ifaçının təhsil olmalıdır. Hər bir ifaçının yaxşı müəllimi olmalıdır ki, onu yaxşı şəkildə formalaşdıra bilsin. Amma gerisi ifaçının üzərinə qalır da. O üzərinə çalışmalıdır, öz səsini formalaşdırmalıdır. Düzdür, mən öz səsimə xidmət edən insan deyiləm. Nə gecə, nə gündüz, vallah billah. Amma şükürlər olsun Allaha, Allahın verdiyi səsi heç bir zaman, heç nəylə korlaya bilmərsən. Ona görə də şükür olsun Allaha, hər şey yaxşıdır. Şükürlər olsun. Bəs səsi olan, amma təhsili olmayan, belə deyim, səsindən düzgün istifadə etməyən bir insan hara qədər gedə bilər? Bilirsiniz, müəllim olmaq şərtdir, amma bugün müəllim olmayan elə böyük ifaçılar var ki, məsəl üçün, çox böyük ifaçılar var. Onlar özlüyündə, məsələn, biz qulaq deyirik də, musiqiçinin gəlir yaxşı qulağı olsun, yaxşı duyumu olsun. Yaxşı duyumu olan ifaçılar hər bir zaman irəliləyir, bu mütləq şəkildə. Dinləyir, eşidir. Bugün çox insanlar oğruyur. Oğramaq gözəl şeydir əslində, yaxşı mənada. Bu sahədə, istər aparıcılıqda, istər müğənnilikdə insan gəlir bir balaca axtarışda olsun. Onu axtarıb özünkiləşdirmək daha gözəldir. Məsələn, mənim qardaşım, aparıcım bugün Elvin qardaşım, ola bilər ki, çox adama baxar, oradan lazım olana götürər və özü formalaşdırar. Özünki kimi. Bənzətmə sayılmaz. Deməzlər ki, bu bunu bənzədir. Yox, siz kopyalamayaq da, eyni olduğu kimi eləməyək də. O vəziyyətdən istifadə edək, amma özümüz kimi də. Xüsusi bir istedad elə tələb eləyək ki, edir. qoy biz o söz deməsinlər də. Xüsusi bir istedad tələb edir məncə o. Əlbəttə. Bir insana bənzətmək, amma kopyalamamaq. Əlbəttə ki, onu etməyin özü də bir professionallıqdır. Gərək orada da bir məktəbin olsun. O artıq öz məktəbindir. Bəli. Biz sizinlə söhbətimizə davam edəcəyik. Professional dediniz. Mənim digər qonağımız yadıma düşdü. O insan da çox professional müğənnidir, gözəl xanım, gözəl xanəndədir. Muğam müsabiqəsindən, belə deyim, bu yana öz üzərində çalışır. Daim Azərbaycan muğam sənətinə xidmət edir, Azərbaycan musiqisinə gözəl şəkildə, layiqincə şəkildə xidmət edir. Dəvət edim gəlsin öz ifası ilə Zümrüd xanım Məmmədova. Unut
Təşəkkür. Çox sağ olun. Mənim yerimə dedilər artıq. Təşəkkür edirəm. Xoş gəlmisiniz. Axşamınız xeyir olsun. Mən də sizi salamlayıram. Ekran qarşısında əyləşən tamaşaçılarımızı salamlayıram. Hər birinə xeyirli axşamlar, xoş istirahət arzu edirəm. Necəsiz? Keçin əyləşin. Çox sağ olun. Harda ürəyiniz istəyir orada? Gözəl mahnı haqqında öncəliklə mən bir neçə kəlmə söz demək Bəli. istəyirəm. Bu mahnının sözləri türk aktyoru Mahmud Salcana aiddir. Musiqisi isə mərhum bəstəkarımız Nailə Mirməmmədliyə aiddir. Hər zaman biz Nailə Mirməmmədlinin adı çəkiləndə lirik musiqilər anlayırıq. Sözləri Nailə xanıma biz təqdim edəndə dedi Zümrüd, gəl sənin xarakterinə, görünüşünə, şirinliyinə uyğun bir mahnı yazaq, daha pozitiv bir mahnı yazaq. Mən deyərdim ki, eşitməmişəm onun müğənnilər ifasında, yəni şən mahnısını. Birinci mahnısıydı. Təəssüf ki, biz bir neçə mahnı üzərində çalışacaqdıq. Ömür vəfa etmədi. Təəssüf Allah olsun. rəhmət eləsin ona və digər musiqilərim, digər bəstəkarlarla da davam edir. Mən deyərdim ki, Nailə Mirməmmədlinin bu mahnısı birinci imza mahnım olub mənim. Tamaşaçılar da yəqin ki, belə düşünər. Siz müraciət etmişdiniz türk Bəli. aktyoruna, yoxsa sözlər Yox, üçün? özləri şeir olaraq mənə göndərildi ki, bunu sizin ifanızda gözəl bir mahnı ilə istəyərdim. Tək şeiridir, həmin aktyorun tək şeiridir. İfa olaraq mənim xarakterimdə gördüyü üçün belə bir mahnı arzuladı. Mən də bir neçə bəstəkarın adını çəkdim. Bu bəstəkarlar Nailə xanımın adı üzərində qaldıq. Həmçinin Nailə xanım pedaqoq olaraq da Pedaqoji Universitetdə dərs deyirdi. Oradan elə ağlıma gəldi ki, Nailə xanım bu mahnı üzərində çalışsın. Həm də mənim də sənət yolumda hansı bir mahnısı xatirə olaraq qalsın. Gözəl mahnı qalıb özdə. Bəli. Qonaqlarımızın ikisi də türk sözlərindən, Bəli, türk musiqisi ilə başladıq. Bunun özü də bir rəngarənglikdir. Bəli. Bir bacarırıq. Bəli, xanəndə olsam da, Bəli. burada biz muğam çalarlarına da yer vermişik. Nailə xanım bunu da qeyd etmişdi ki, yəni öz dəsti xəttindən də çıxma. Yəni türk mahnısı oxusan da, Amma yəni o ritmik saxla. bir bəli, xanəndəliyini də orada azcıq da olsa göstər. Ümumiyyətlə neçə ildir sənətdəsiz siz? Uşaqlığımdan yəni musiqi məktəbinə getmişəm, sonra Asaf Zeynallı adına musiqi kollecini bitirmişəm, Milli Konservatoriyanı bitirmişəm, dahi ustadım. Mərhum sənətkar Arif Babayev olub. Sonra İncəsənət Universitetində magistr billəsini bitirmişəm. Pedaqoji fəaliyyətimdə olub, hal-hazırda da Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzində solist olaraq çalışıram. Mən sualı sizə səhv ünvanladım. Nə etməmisiniz, onu deyirsiniz. Təhsil olaraq mən çox şadam ki, çox xoşbəxtəm ki, yəni təhsil olaraq, yəni nə arzulamışamsa hamısı nəsib olub. Təbii ki, zəhmət sayəsində, yəni təhsil illərimdə mən çalışmamışam ki, daha çox efirə çıxam, daha çox toya gedəm, qazanc dalıca düşəm. Çalışmışam ki, o illərimin bu günlərdə bəhrəsini yeyəm, gələcəyimdə bəhrəsini yeyəm. Çünki təhsil elə bir şeydir ki, o hər yaşda da istədiyin qədər sənə nəsib olmur. Çünki yaddaş da hər yaşda o istədiyin nəticəni vermir sənə. Gərək o illərdən mümkün qədər bəhrələnəsən. Görürsünüz, siz dediniz ki, mən gələcəyimi fikirləşmişəm. Bu, belə deyim də, toy bazarını fikirləşməmişəm də, belə deyim. Amma indi bəzi müğənnilər var. Bizim çox efirlərdə səsləndirilən cümlədir. Bu, müvəqqəti gəlirlər, oxuyurlar, gedirlər. Amma siz bu, belə yox. Sizin təhsil aldığınız dönəmdə, sizin, belə deyim də, tələbə yoldaşlarınızdan kim var bu dəqiqə belə çox məşhur və yaxud... Mən Mirələm Mirələmovla tələbə yoldaşı olmuşam. Qızılgül Babayeva ilə. Yəni, bir çox sənət dostlarım hal-hazırda bugün böyük səhnələrdədir. Bəs olmayanlar varmı? Amma istedadı var idi. Bəli, bəli, təəssüf edirəm ki, yəni bu sənət çox çətin sənətdir. Böyük səbir tələb eləyir. Həmçinin maddiyyat tələb eləyir. Və xanımlar üçün daha çətindir ki, gələcəkdə həm ailə qurursan, həm də sənətlə birgə addımlamalısan. Bu ikisinin balansını saxlamağı bacarmalısan. Nəysə qurban vermək lazımdır. Xeyr, qurban verməmişəm. Yəni Yox, sizi demirəm. Yəni o balansı saxlamaq üçün bəzən nəysə qurban vermək lazımdır. sadəcə bəlkə biraz komisyon çox ağıllı olmaq lazımdır. Hər tərəfli, hər addımda 1000 dəfə ölçüb biçmək lazımdır, elə deyərdim. Bəs bu ustadınızdan aldığınız hansı məsləhətdir ki, günün bu saniyəsində də bu bir sırğa kimi qulağınızdadır? Ustadım hər zaman
şükürlər edirəm ki, məndən razı idi. Yəni sevilən tələbəsi olmuşam. Yəni bunun üçün çox xoşbəxtəm ki, yəni belə bir ustad mənim sənət yolumda mənim taleyimə düşüb və həmçinin onun verdiyi hər öyüd nəsihətdən mən nəticə çıxartmışam. Ən əsas bizim dərs prosesində deyərdim ki, biz müəllimdən çox, yəni övlad kimi, yəni çox səmimi idik dərsdə. Qəzəl bizi həmişə deyirdi ki, Zümrüd, qəzəlləri yaxşı əzbərlə. Yaxşı əzbərlə bu qəzəlləri. Mən də bacardığım qədər bu gün də istifadə edirəm o qəzəllərdən. Yeni qəzəllər də öyrənirəm. Hətta şeir formasına da müraciət edirəm. İnşallah ki, gələcək illərimdə də hər zaman Özünüz yəni nəsə artıraram. yazıb bəstələmək? Yox, özüm yazıb bəstələmək, çünki bugün gözəl bəstəkarlarımız var. Mən hər birinə də müraciət edirəm. Fəaliyyətimdə, yəni mahnı janrı deyərdim ki, muğamdan daha çox böyük yer tutur. Həm vətənpərvər mahnılar olaraq, həm klassik musiqilər olaraq, həmçinin bizim retro musiqilərimizə çox müraciət edirəm. Deyərdim ki, muğam deyərdim ki, dəstgah ifalarımız bugün dövlət televiziyamızda yazılıb fond üçün yer alır. Yəni orada arxiv olaraq saxlanılır və olur ki, bir neçə məclislərdə belə dövlət tədbirlərimizdə, hətta mən deyərdim Qarabağ tədbirlərimizdə də artıq daha çox muğam yox, yəni xalq mahnıları, vətənpərvər mahnılara yer verilir. Muğam pedaqoji fəaliyyətdə daha çox istifadə olunur muğam tələbələrə. Lakin mən rəsmi olaraq pedaqoji fəaliyyətim olmadığı üçün, yəni özəl olaraq tələbələrlə işləyirəm. O da azdır demək olar ki. Daha çox mahnı janrı ilə məşğul oluram. Klassik musiqilərimiz, klassik mahnılarımız, bəstəkar mahnılarımız. Amma orada belə öz o boğazı Bəli, hiss fonda elətdirirəm. hiss elətdirməlisiniz. Bəli, mən xanəndəyəm. Bəli, mən xanəndəyəm. Bəli, bəli. Pedaqoji fəaliyyətlə məşğul olan dediniz. Bu tələbələrinizlə münasibətiniz necədir? Gözəl, yəni onlara hər zaman uğurlar arzulamışam. Ən az özüm qədər mən bəzi müəllimlərdə mən bir neçə dəfə olub ki, mən qısqanclıq hiss eləmişəm, yəni müşahidə eləmişəm tələbələrinə qarşı. Amma mən hər zaman istəmişəm, bəli. Amma mən hər zaman çalışmışam ki, mənim fəxrim olar ki, mənim tələbəm məndən də çox ucalsın. Ya o tələbə deməsə, mən sizin tələbənizəm. Onda necə? Deməsin, o artıq onun vicdanına bağlıdır. Yəni amma müəllimin əməyini itirmək olmaz, müəllimin əməyini unutmaq olmaz. Yenə də halallıq verirəm. Allah yolunu açıq eləsin hər birinin. Amma belə deyim də sarsıntı olur. Bu mənim O tələbəm, bir niyə adımı anlıqdır. çəkməli? Yəni mən o tələbədən asılı deyiləm ki. O təbii ki. Yəni bir anlıq olur, yəni həmin anlıq olur. Yəni sonra hər birinə mən uğurlar arzulayıram, yəni. Olub mən də həyatımda. Ciddi müəlliməsiz yoxsa? Ciddiyəm, tələb eləyirəm Oxu. əlbəttə ki, valideyn zəhmət çəkirsə, uşaq da zəhmət çəkməlidir ki, yəni valideyn zəhmətinin yəni qarşılığını versin. Mən hər ikinizə bir sual ünvanlayım. Sosial şəbəkələrdə varsınız da yəqin ki. Orada yazılan o necə sözlər deyim də sizə necə təsir edir? Ümumiyyətlə təsir edir yoxsa yox? Xoş sözlər də olur, təəssüf edirəm ki, yəni başqa cür rəylər də olur. Çox maraqlıdır. Nə deyirlər? Oxuya bilmirsən? Nə? Yox, məsələn olur ki, məsəl üçün elə tamaşaçı var ki, deyir ki, məsələn, ancaq xanəndə kimi görmək istəyir. Amma mənim bacarığım, yəni bunu hər janrda mənə imkan verirsə, niyə də olmasın? Mənim deyərdim ki, əksinə üstünlüyümdür. Xoş rəylər də olur, yəni bunları deməyimə ehtiyac yoxdur. Yəni tamaşaçılar özləri yazırsa özləri bilir. Bəs siz necə? Hər hansı bir məsələn paylaşım edirsən də, bugün video paylaşım edirsən və ya şəkil paylaşırsan. İlk növbədə mən qonağımı salamlayıram. Siz də xoş gəlmisiniz. Var düşüncəli insanlar və düşüncəsiz insanlar. Həyatda yaşayışını bilməyən insanlar var. Nə cür yaşamaq lazım olduğunu bilməyən insanlar var. Yəni o insanlara nəyi düz olduğunu başa salsan belə onlar başa düşməyəcəklər. Onlar üçün həyat bir məna olaraq onların düşündüyü kimidir. Nə etsən belə onlar üçün xeyri yoxdur. Sadəcə onlar 3 dənə, 5 dənə, 10 dənə ad altında izlənən insanlardır. Orada daimi olaraq müəyyən fikirlərə, müəyyən videolara, şəkillərə girib öz fikirlərini yazan insanlardır. Mən əlbəttə ki, o insanların yazısını görürəm. Əgər orada məntiq varsa, düzgünlük varsa, saxlayıram, onların fikrinə rəy bildirirəm. Əgər artıq orada tənqid varsa, təhqir varsa, mənim səhifəmdə o insanların nə işi var ki? Mən canlı yayımla belə açanda belə, mən hər zaman orada vurğulayıram ki, özü ümumiyyətlə insanlar bizim canımızda olsun, xahiş edirəm.
danışığını bilənlər. Çünki biz izləyənlər var, analar, bacılarımız var bizim, əziz qardaşlarımız var, bizim böyüklərimiz var. Yəni onları nəzərə bizdən öncə onları nəzərə almaq lazımdır ki, bəlkə də məsələn bu gün mənim açdığım canlı yayımda, qoşulduğum canlı yayımda ola bilər ki, məsələn mənə oradan təhqir yazan insan bəlkə də məsələn üçün bir xalası qızı, bibisi qızı və ya bacısı oradadır, bizi izləyir. Amma o özü bilmir ki, məsələn, onun bacısı bilmir ki, o oradadır, başqa bir adla. Düzdür? Yəni ən azından o bacımızı hörmət etmək lazımdır, o ana hörmət etmək lazımdır və o düşünmək lazımdır ki, bu artıq canlı yayımla bir efir kimidir. Buna milyonlarla insan baxır. Yəni diqqətli olmaq lazım müəyyən şeylərdə. Elə də olur ki, elə oradan elə tamaşaçı ona elə bir cavab verir ki, o elə canlını tərk eləyir. Elə bir bəzi adamlar var, misal üçün Zümrüd xanım şəkil paylaşıb. Bu nə paltardır. Girim onu mütləq yazmalıyam mən. Elə bir düşüncəli. Biz əziz tamaşaçılar qısa bir reklam fasiləsinə ayrılırıq. Əsil şouda qısa bir reklam fasiləsi var. Az sonra yenidən Əsil şouda olacaq. Qəm qoymayır həyatımda güləm mən. Boynu bükük, qəlbi yara güləm mən. Odu sönmüş, toza dönmüş güləm mən. Hey dünya, payız ettin baharımı, yazımı. Qara yazdın sen alın yazımı. Ağlar koydun kamanımı, sazımı. Dünya mənə özün boyda dert verdi. Elacsızam, yoktur könül elacım. Taleyime söylenice elaşım. Yarı yolda sınıp ümit ağacım. Dert verdin, dert verdin. Dünya mənə özün boyda dert verdin. Elacsızam, yoktur könül elacım. Taleyime söylenice elacım. Yarı yolda sınıp ümit ağacım. Dert verdin, dert verdin. Dünya mənə, dünya boyda dert verdin. Dert verdin, dert verdin. Dünya mənə özün boyda dert verdin. Dünya mənə, dünya boyda dert verdin. Dünya mənə özün boyda dert verdin. Arzularım qəmli-qəmli dağaşır.
Xəyalımda xatirələr dolaşır, gözlərimdə qəm sulanır, qəm daşır. Ey dünya, həsrət oxum ürəyimə yan batdı, gözlərimdə qəm kədər yaratdı. Gündüzümü gecə kimi qaraltdı, dünya mənə özün boyda dərd verdi. Əlacsızam, yoxdur könül əlacım, taleyimə söylə necə əlaçım. Yarı yolda sınıb ümid ağacım, dərd verdin, dərd verdin. Dünya mənə özün boyda dərd verdin. Əlacsızam, yoxdur könül əlacım, taleyimə söylə necə əlacım. Yarı yolda sınıb ümid ağacım, dərd verdin, dərd verdin. Dünya mənə, dünya boyda dərd verdin. Dərd verdin, dərd verdin. Dünya mənə özün boyda dərd verdin. Dünya mənə, dünya boyda dərd verdin. Dünya mənə özün boyda dərd verdin. Təşəkkürlər. Allah səsinizə qüvvət versin inşallah. Təşəkkür edirəm. Mənim bir ifaçı kimi borcumdur və bir gənc ifaçı kimi borcumdur ki, mahnının müəllifi Allah rəhmət eləsin Nailə xanıma, Hikmət müəllimə Allah rəhmət eləsin. Bu mahnı Nailə xanımın öz həyatından bəhs edən bir musiqidir və mən deyərdim ki, bir necə deyim sizə, bu bir necə deyim, planlaşdırılmamış bir musiqi əslində. Yəni dünya mənə özüm boyu dərd verdin. Bu mahnıdan sonra baş verən hadisələr, müəyyən gedişatlar əlbəttə ki, heç birimizi sevindirmədi. Əksinə bizi çox narahat elədi, bizi çox üzdü. Allah rəhmət eləsin bizim gözəl bəstəkarımıza, həm Nailə xanıma, həm Hikmət müəllimə. Onların adları və sənətləri və yaşatdığı bizim üçün qoyub getdiyi bəzi çox musiqilər, çox sənət əsərləri və var adi bir musiqilər, məsələn, hansı ki, elə musiqilər var ki, onlar tez unudula bilər. İndi yazılan musiqilər bilirsiniz niyə görə tez unudulur? Çünki indi yazılan musiqilərin əksəriyyəti plagiatdır. Əksəriyyəti fars musiqilərdir. Yəni bugün normalda məsəl üçün Elvində, Natiqdə, məsələn, burada hamımız İstənilən bir fars musiqisinə qulaq asıb, onun bir sözlərini mükəmməl şəkildə dəyişə bilərik. Nə çoxdur bugün maşallah söz ustadlarımız, sənətkarlarımız. Hər birindən xahiş eləsək, bizə yaxın olan insan. Onlar həmin musiqiyə söz yazacaqlar. Oradan bəzi müəyyən bir notları yığışdırsaq, müəyyən notları dəyişsək, mahnı hazırdır. Bu plagiat musiqilər sayılır. Ona görə musiqilər bir-birinə bənzədiyi üçün onlar çox qulaq asılmaq imkanları yoxdur. Amma bu musiqilər, bu heç bir plagiat sayılanmaz. Bu musiqilərə zaman həsr olunub, günlər həsr olunub. Aylar, illər həsr olunub və bunu Mətanət xanım İskəndərli oxuyub da, bizim gözəl sənətkarımız, gözəl xanım, səmimi insan. Görün, burada kimlərin ərsiyası var. Bu boyda böyük bir işin qarşısında unudulmaq ola bilməz. Görürsünüz, bax İlhamə xanımın, Allah rəhmət eləsin, bizim Azərbaycanımızın böyük sənətkar. İlhamə xanımın bütün musiqilərini görürsünüz, qulaq assız adam qulaq asmaq istəyir. Bu bilsin nə oxşur? Bizim köhnə filmlərimizə. Baxdıqca baxmaq istəyirsən. Yəni, mən demirəm, köhnədə belə, təzədə belə. Təzə, məsələn, götürək Aygün Səmədzadə. Aygün Səmədzadə öz musiqi tarixində ən böyük möhürünü qoyduğu məsələn məktəb illəri, düzdür? Gör nə gözəl musiqi yazır məktəb illəri. Onu bundan 50 il sonra da, 100 il sonra da, 1000 il sonra da kim qulaq assa, kimin qəlbində duyğusal hissi varsa, kimin ürəyi varsa, o insan mütləq öyrələcək, mütləq yanına məktəbə düşəcək, qaçdığı günlər, müəllimə əzab verdiyi günlər. Yəni, savadlı musiqilər başqa bir aləmdir, valla. İnanın mən ki, savad başqadır. Mahnını dinləyəndə məktəb yadımda olmasa belə məktəbilə düşür. Həmən yadıma düşür. İndi görün o musiqini Aygün Səmədzadə yazıb məktəblərini. Onu oxuyan Layla xanım
Gör necə ifa eləyir. Bəlkə də Layla xanımdan başqa bir ifaçı ifa eləsəydi, bəlkə o qədər uğurlu olmayacaq. Layla xanım elə bil ki, o mahnıya öz səsi ilə növbəti bir bəzəyi vurub, növbəti bir gözəllik bəxş eləyib. Lalə Məmmədova da çox gözəl sənətkarımızdır, gözəl ifaçımızdır. Yəni bu bir vəhdət təşkil etməlidir. Həm musiqi, həm sözlər, həm ifaçılıq qabiliyyəti mütləq. O sizin dediyiniz səsin rəngi özünə məxsus bir rənglə ifa edir. Mütləq, mütləq əlbəttə ki. Bəs gənc bir ifaçı kimi, gənc bir ifaçının sənətdə hansı çətindir? Tanınmaq yoxsa tanındıqdan sonra o pillədə qalmaq? Tanınma bugün çətin deyil ki, tanınma bugün çox asandır əslində. Çünki məsələn efirləri biz əlbəttə bir müğənni üçün, bir ifaçı üçün efir çox vacibdir. Əgər normal şəkildə professional bir müğənni kimi fəaliyyət göstərmək istəyirsənsə, sənin üçün efir mütləqdir. Amma bugün tanınmağa nə var ki, bugün müğənnilərdən çox blogerlər tanınır. Düzdür? Vallahi düz deyirəm. Yəni ən üzr istəyirəm sözümə görə, bəlkə də ən aşağı təbəqədə olan insan da bugünkü gündə onu çoxlarımız tanıyırıq, düzdür? Bu tanınmaq, çünki bugün hamı istifadə elədiyi mobil telefonlardır, bizim gecəmiz gündüzümüz oradadır, düzdür? Adi məsələn 1 saat, yarım saat əlimizdə necə o telefon olmayanda elə bir neçə çatmır, düzdür? Biz də sosial şəbəkədə də hər gün baxırıq da orada olan insanlara. Tanınmaq çox asandır bugünkü gündə. Əsası odur ki, tanınıb necə tanınmaq şərtdir. Var tanınmaq, cəmiyyət arasında sən sabah elə tanınarsan ki, bəli, məclislərə dəvət alarsan, yaxşı insanların məclislərinə, səviyyəli təbəqə məclis insan var ki, elə tanınarsan ki, sabah səni elə yerlər dəvət edirlər ki, səni tanındığın səviyyədə olan yerlər dəvət edirlər. Vəssalam. Bugün ötən efirlərimizin birində bir müğənni qonağımız olmuşdu. O deyirdi ki, toya dəvət olunurlar. Bu bəzi yeni populyarlaşan müğənnilər, amma canlı oxumurlar. Əcəb ellər. Fonoqram ifa edir. Lap əcəb ellər. Çağırmasınlar, oxumasınlar. Mən həmişə deyirəm, nə var ki burada? Efirlər bugün çağırırlar, sonra pis deyirlər. Qardaş, çağırma, gəlməsin. Çağırırsan, gəl əcəb oxuyur, oxumalıdır da. Çağırılan yeri məsəl var. Deyir, çağırılan yerdən qalma, çağırılmaya darlama. Toylarda. Toylarda toy yəsi məsələn o adam deyil orada çağıran. O çağıran da məclis sahibidir. Kiminsə atasıdır, anasıdır, qardaşıdır. Qardaş ürəyi istəyir çağırır. Bu insan da gedir, qonorarını alır, oxuyur. Belə pis çıxmasın. Bugün sabah sizi dəvət edəcək hər hansı məclisə, aparıcı kimi. Siz sözün yaxşı mənasında özünüzə sərf edən bir vəziyyətdə o məclisə gedəcəksiniz. İstər qonora baxımdan, hər bir baxımdan. Bugün sizi dəvət edən insan da sizi qəlbi istəyib dəvət edir. Düzdürmü? Bugün hər insanın bir baxışı var. O demək deyil ki, məsələn, elə ifaçı var ki, məsələn, bugün məclislərə çox dəvət alır da. Son buraxdığı musiqilərdən sonra, bəzi ifaçılar var da, çox belə ayıb musiqilərdən sonra. Mən özümə düşündüm, görəsən o insanı yenə məclisə dəvət edəcəklər. Yəni, axı bizdə bir balaca o psixoloji məsələlər var ki, hamı ayıb bilir özünə ki, bu nə mahnıda oxudu bu, mən onun balamı toyuna çağırmaq istəyirdim. İndi çağıracam deyəcəklər ki, bu filan kəs deyil. Belə fikirlər var. Ona görə heç kimi qınamaq olmaz. Kim dəvət edirsə, o çağıran günahkar sayılır. Gedən günahkar günah deyir ki, məni bugün çağırmaya erməncə gedə bilərəm ki, mən salam verir kim gəlmişəm. Düzdür? Vəssalam. Və belə-belə də Belə-belə də olmalıdır da. Efirlər də, toylar da, sosial şəbəkələr də. Bugün onlara senzura qoyulsa, bugün nə qədər ifaçə senzura qoyulub? Düzdür efirlərdə. Senzura qoyulubsa çıxa bilməyəcək. Vəssalam. Nə gözəl. bizim efirlərdə gözəl müğənnilər olur. Bunlardan biri də sizsiz və sizdən bir ifa zəhmət olmasa. Paylaşan insan, sen könül evimi nurlardan aysan, nağıllı dünyamın tek kahramanı, benim hayatımda ne yaşı varsa, sen hayat ışığı, sen alın yazı, senin eşkin ile başımın tacı, ey sevgi dastanım, hayat yoldaşım.
sevgimə şahiddir böyük yaradan. Sənin varlığına şükr etdim hər an. Qəlbimin sahibi, sevdiyim insan. Sən həyat işığım, sən alın yazım. Səninlə açılsın hər bir sabahım. Ömrümün bəzəyi, başımın tacı. Ey sevgi dastanım, həyat yoldaşım. Sənin eşqin ilə döyünür ürək, sən mənə gərəksən, mən sənə gərək. Ey dostum, sirdaşım, ömür yoldaşım. Sənin eşqin ilə döyünür ürək, sən mənə gərəksən, mən sənə gərək. Ey dostum, sirdaşım, ömür yoldaşım. Sənədir dünyada tək ehtiyacım. Sənin eşqin ilə döyünür ürək, sən mənə gərəksən, mən sənə gərək. Ey dostum, sirdaşım, ömür yoldaşım. Sənin eşqin ilə döyünür ürək, sən mənə gərəksən, mən sənə gərək. Ey dostum, sirdaşım, ömür yoldaşım. Sənədir dünyada tək ehtiyacım. Ey sevgi dastanım, həyat yoldaşım. Ey dostum, sirdaşım, ömür yoldaşım. Var olasınız. Bir bəy və gəlin çatışmırdı. Mikrofonunuzu yandırın, zəhmət olmasa. Bu mahnı deyərdim ki, mən olduğum toylarda bütün bəy gəlinlərin himninə çevrilib. Bəzən elə olur ki, hətta bu mahnıya görə məni şənliyinə dəvət edirlər. Klip yoxdur, amma istəyərdim inşallah gələcəkdə olar Siz inşallah. mikrofonsuz sual verdiyiniz üçün mən deyim, mahnının klipi var. Nə üçün sual verdim? Mahnı özü gözəl mahnıdır. Bəli. Xanım da çox gözəl ifa eləyib. Məsələ burasında ki, bugün də ən aktual məsələ bugün bizim toylarımızdır. Bugün toylarda da bəy gəlin üçün ifa olunan musiqilər çoxdur, yaxşı mahnılar çoxdur. Bu da çox gözəl mahnıdır. Onun üçün deyim ki, yəni belə mahnıları itirmək olmazsa, bunu mütləq bir qəşəng bir qısa metrajlı bir klip eləsəz, məncə daha gözəl olar. Bunu paylaşın ki, o daha yerdə qalmasın da, üzdə olsun. Kliplə Sevilir, hətta Baharım da mənlə birgə ifa elədi. Yəqin ki, o da çox sevib. İnşallah onun gözəl günündə nəsib olsun, gözəl mahnını ifa edim. İnşallah. İnşallah, inşallah. Özü də inşallah deyir. Özü də amin deyir, inşallah. Ümumiyyətlə, bəzi müğənnilər var ki, klipsiz mahnı yayımlamırlar. Deyirlər ki, klipim hazır olsun, mən bu mahnını sonra ifa edəcəm. Elə deyilir, daha gözəldir, siz demiş. Bəs sizə bir sual ünvanlayayım. Düzdür, siz gəncsiniz. Amma bu sahədəsiz də keçmiş dövrdə xanəndə olmaq daha çətin idi, yoxsa indi sizcə? Nəyə? Tələbat baxımından mı olsun? Tanınmaq Tələbat baxımından, sevilmək baxımından, daha çox dəyər görmək baxımından təbii ki, keçmişdə daha çox sevilərəm. Mən arzulayardım ki, yəni o dövrün xanəndələri ilə eyni dövrdə yaşayardım. O dövrdə olan xanəndələrlə birgə yaradardım, birgə inkişaf edərdim təbii ki. Bugün də muğamlarımız çox sevilir. Yəni sadəcə olaraq mən bir söz deyərdim, bu qısa olaraq uzun muğama, məsələn, bir neçə şöbə ifa etsəm, ona heç kəs qulaq asmır. Qulaq asırlar necə? Məsələn, muğam mərkəzində muğam axşamı olur. Bu insan sırf muğama qulaq asmağa gəlib, muğamla dincəlməyə gəlib. Amma oturum hansısa bir tədbirdə uzun muğam oxuyum və yaxud hansısa bir el şənliyində uzun muğam oxuyum, buna heç kəs qulaq asmayacaq. Əllə də bir dənə işarə var, belə.
qısalaşdır, keç mahnıya. Belə göstərirlər ki, keç mahnıya. Tez-tez elədiklərsə lap bitir. Bəli, hətta deyirlər yekunlaşdır, keç mahnıya. Efirlərimizdə də olur hətta. Radiolara da mahnı verəndə qısa muğam səsləndiririk ki, yəni radioda çox yer tutmasın. Maksimum 4-5 dəqiqəlik həm mahnı, həm muğam musiqisi səsləndiririk. Yəni amma indi tədrisi olaraq çox rahatdır. Yəni müəllim şagird ənənələri ki, necə ki əvvəllər müəllim ifa edirdi, dəfələrlə bu tələbə dərsə getməli idi ki, qulaq assın, öyrənsin. Müəllimin ağzından bir-bir eşitdikcə cümləsini təkrar etsin, öyrənsin. Amma indi daha rahatdır ki, səs yazıları, telefonlar var, müəyyən kiçik, yəni səs yazma aparatları var. Ona görə yəni daha asanlaşıb. Hətta mən özümdən götürürəm. Bir dərsə, 2 dərsə də müəllimin verdiyi bir neçə şöbəni, muğamın bir neçə şöbəsini, yəni öyrənib təhvil vermək olur müəllimə ki, mən artıq hazıram. Məsələn, bir semestr ərzində sentyabrdan yanvar semestrinə qədər bizim məsəl üçün 2 muğam varsa, o 2 muğamı 2 aya bitirmək olar. Yerdə qalan vaxtı artıq təkrar edirsən. Amma əvvəllər belə deyirdim. Məsələn, musiqi məktəbi dövründə oxuyanda belə deyirdim. Mən salamlayıram musiqi məktəbində, 9 nömrəli musiqi məktəbində mənim ustadım Sabir Abdullayev olub. Allah can sağlığı versin. Yəni dənə-dənə, yəni cümlə-cümlə öyrənmişik biz ilk addımlarımızda olan qatar muğamıdır, Bayat-Kürt muğamıdır, Şahnaz muğamıdır. Dənə-dənə müəllim oxuyub biz öyrənmişik. Amma indi daha rahatdır. Yəni indi tanınmaq da hətta muğam sayəsində çox rahatdır ki, yəni artıq bizim ölkədə yəni dəfələrlə muğam müsabiqələri, televiziya muğam müsabiqələri keçirilir. Dövlət televiziyamız tərəfindən təşkil olunur, Heydər Əliyev fondu və mən təşəkkür edirəm bizim hər zaman Azərbaycan muğamına dəstək olan Mehriban xanıma. Mənim bir gözəl mahnım da var, mən ona həsr etmişəm. Azərbaycanın əsl xanımı, bizim birinci xanımı, yəni sevə-sevə o gözəl mahnını, yəni bir təşəkkürüm olaraq muğamda, yəni bizə açdığı yol üçün, yəni dünyaya yaymaq üçün bu gözəl irsi, yəni biz deyərdik ki, hər birimiz Mehriban xanıma borcluyuq ki, yəni belə bir gözəl yol açıb bizim üçün, bizə daha böyük şanslar yaradıb. Amma dediyiniz kimi indi tanınmaq daha asandır. Bəli, təbii ki, daha asandır. Televiziyalar daha çoxdur. Əvvəllər bir neçə kanal vardı, dövlət kanallarımız vardı, televiziyalarımız vardı. İndi amma bir neçə özəl kanallarımız da açılıb, televiziyalarımız da açılıb. Həmçinin sosial şəbəkələr, internet dövründə yaşayırıq. Sosial şəbəkələrlə, yəni mən görürəm ki, gənclər bir neçə dəfə rastlaşmışam ki, yəni hətta tələbədir, yəni 1-ci, 2-ci kurs tələbəsidir, canlı açıb, əlində qavalla, hətta istəyi də qoyur, hansı mahnını istəyirsiniz və yaxud hansı muğamla, hansı qəzəllə səsləndirməyini istəyirlər. Bəli, xoş olaraq, yəni gözəl bir şeydir. Mən dəstəkləyirəm hər birini, yəni xoş qarşılayıram. Bir zamanlar bu sosial şəbəkələr təzə çıxanda deyirdilər ki, filan kəs açıb canlını axşamacan orada. Burada pis nə var ki? Yəni gözəl bir şey təbliğ edir də. Bəlkə onun həm yaşıda olan hansısa bir gənc, 14-15 yaşında uşaq onu görəcək, o həvəslənəcək, düzgün bir yolla vaxtını sərf eləmək istəyəcək, öyrənmək istəyəcək, o ona elə bir cığır olacaq onun göstərdiyi həvəs. Pis şeylərə baxıb yönəlməkdənsə, yəni gənc yaşda, yəni yeniyetmə yaşında uşaqlar bilirsiniz qorumaq çox çətindir. Belə şeyləri görüb inkişaf eləməyi daha gözəldir. Bəli. Bəs yaxın gələcəkdə inşallah hansı, hər ikinizə bu sualı ünvanlayıram, hansı ustadla, sənətkarla duet oxumaq istəyirsiniz? Ki, mənim arzumdur bu insanla duet oxuyum. Mən duet heç zaman düşünməmişəm sözüncüzü, yəni yaradıcılığımda da yəni bu illər ərzində yer verməmişəm. Amma mən hər zaman deyirdim ki, mən öz ustadımla, Arif müəllimlə hansısa bir konsertdə bir qısa fraqment da olsa, Leyli Məcnun əsərindən istəyərdim ki, bir fraqment ifa edəm. Qismət olmadan Allah rəhmət eləsin, məkanı cənnət olsun. Elə bir böyük arzum yoxdur ki, kimi ilənsə duet oxuyum. Ümumiyyətlə, duet oxumaq fikriniz yoxdur. Karyeranızda buna yer verməmisiniz. Yox, düşünməmişəm heç vaxt. Siz necədir? Mən elə bir ifaçıyla duet oxumaq istəyirəm ki, sözün yaxşı mənasında onu cəmiyyət sonradan tanısın. Yəni ki, belə bir ifaçı var. Bugün sənətkarlar olsa kifayət tanıyırlar da. Məsələn, mən bugünkü hansısa bir sənətkar oxusam,
Əgər o mahnı doğrudan gözəl mahnıdırsa, istəyir sənətkarla oxuyursan, istənilən bir tanınmayan bir şəxslə oxuyursan, mahnı yaxşı mahnıdırsa. Dəstək kimi yanaşır duetə. Yəni yeni Mütləq. başlayan Yəni kiməsə mənim üçün dəstək daha olmaq üçün gözəl hər hansı bir məsəl üçündürəm. gözəl Hər hansı fikirdir. bir əməkdaşımın, dostumun, hansı ki bugün gözəl səsi var, amma onu bu cəmiyyət tanımır. Mən o ifaçını ifa eləmək istəyirəm. Niyə görə? Məsələn, mən şükür Allah, indiyə kimi əldə elədiklərim o sənətkarın hesabına əldə eləməmişəm ki. Mən xalqımı, millətimin, bugün öz əziyyətimi hesabına əldə eləmişəm. Sabah onsuz da mahnı işləyəndən sonra cəmiyyətdə deyəcəklər ki, falan kəs onu qabağa çəkdi. Deməyəcəklər, ha, mənim orada əziyyətim var. Mənim Belə əziyyətim söz deyənlər bitəcək, çox məhv olar. müğənnilər. Amma sonra əlbəttə ki, hər hansı bir proyekt olar, musiqi olar. Məsələn, hər hansı bir sənətkar təklif ilə gəl, məsələn, falan musiqini oxuyar. O sənətkarın təklifini geri çevirmək olmaz ki. Mən sevə-sevə ifa eləyərəm. Amma mən özüm istək olaraq gedim deyim ki, məsələn, sizlə mən bu falan mahnı oxumaq istəyirəm. Niyə? Mən bugün o qədər, məsəl üçün, dostlarım var, yaxşı mənada sənəti olan üzdə olmayın, amma sənəti olan elə dostlarım var ki, mən onlarla ifa eləyərəm, bir klip çəkərəm və bugün sosial şəbəkədə onu mən yayımlayıb, o mahnını da, o insanı da, özümü də real şəkildə daha da canlandıra bilərəm. Bu daha gözəldir. Biz, o bir məsəl var, deyir, arxalıya, bir məsəl var, deyir, arxalıya dayaq olma, deməsinlər yalaqdır, üzr istəyirəm. Arxasına dayaq ol ki, desinlər dayaqdır. Yəni, bizdə bugün var da, bugün bəzi cavanlar, bəzi insanlar var ki, müəyyən şeylər daha çox canıtırlar. Düzdür? Yəni, əgər falan kəs öndədirsə, ona bir addım, 5 addım daha yaxın olsunlar. O nə deyirsə, baş üstə. Yəni, bizim el olmağı, bugün hər insanın öz potensialı olmalıdır, öz iş qabiliyyəti olmalıdır, öz bacarığı olmalıdır. Və sən heç kimə möhtac deyilsən, heç bir halda. Bugün elə məsələ gedir ki, ora 10 dənə sənətkar gəlir, Allah canından sağ eləsin. Mən o sənətkar qarşısında ifa eləməli deyiləm, əlbəttə ifa eləməliyəm. Mən də ifa eləyəndə öz mədəniyyətim olaraq o sənətkardan, əgər sənətkarsa üzr istəyə bilərəm ki, sənətkar, mən ifa eləyəcəm, üzrlü sayın. Düzdürmü? Amma o demək deyil ki, elə insanlar var ki, deyir, yox, mən oxumaq istəməm falan ki, niyə oxumursan ki? Sənə də Allah bir səs bəxş edib də, bir sənət bəxş edib də. O da sənin kimi başlayıb da, düzdürmü? 15 il qabaq, 20 il qabaq, 20 ildən sonra bir ad alıb, bir zirvəyə ucalıb, sən də o zirvəyə doğru gedəcəksən. Çəkinmək lazım deyil həyatda, heç sən çəkinmək lazım deyil. Hər kəsin bu həyatda bir payı var. Bəli. Vallahi. Oxuyaq? Bəli, oxuyaq. Ya Allah. Sensiz yaşamak, ne de sensiz ölmek var. Sensizden ağlamak, ne de gülmek var. Sensiz ne arzu, ne de sensiz istek var. Sensiz ne sevgi, ne de yürek var. Hem dünyam, hayatımsan, duygu hissiyatımsan. Bu hayat çetin sensiz, can yaşar mı bedensiz? Kayıt ömrüme gülüm, ya sensen ya da ölüm. Günüm geçmir kedersiz, ben sensiz, sen de bensiz. Susma susma sen söyle, sen sevirem söyle. Ezan vermesen böyle, derdime çare eyle. Gülen gözüm sen söyle, gülen yüzüm sen söyle. Hasretini çektiğim bu sevgi senin söyle. Tut zarif ellerimi, öp güzel gözlerimi, öp şirin leblerimi. Bunu bana sen söyle, susup da verme bana. Yalvarırım sana, ışıtına sen bana. Seni seviyorum söyle.
sensiz yaşamak, ne de sensiz ölmek var. Sensiz ne ağlamak, ne de gülmek var. Sensiz ne arzu, ne de sensiz istek var. Sensiz ne sevgi, ne de yürek var. Hem dünyam, hayatımsan, duygu hissiyatımsan. Bu hayat çetin sensiz, can yaşar mı bedensiz? Kayıt ömrüme gülüm, ya sensen ya da ölüm. Günüm geçmir kedersiz, ben sensiz, sen de bensiz. Susma susma sen söyle, sen sevirem söyle. Ezan vermesen böyle, derdime çare eyle. Gülen gözüm sen söyle, gülen yüzüm sen söyle. Hasretini çektiğim bu sevgi senin söyle. Tut zarif ellerimi, öp güzel gözlerimi, öp şirin leblerimi. Bunu bana sen söyle, susup da verme bana. Yalvarıram sana, pıçıltıyla sen bana. Seni seviyorum söyle. Mən ötən efirdə də bir sual vermişdim. Sizin səsinizi kimə bənzədirlər deyə. Nə bilim, mən o mövzu danışmaq istəmirəm ümumiyyətlə. Amma mən bənzədirəm. Ola bilər, hər kəsin bu gün də bənzətdiyi insan. Məsələn, bax, mən o gün bizim Dünya TV kanalında aparıcı dostumuz Kamran dostumuzu. Deyirəm Kamran, efir ortası deyirəm ki, boşluq olan zamandır, reklamlar olan zaman. Deyirəm, mən bir sənə kimə bənzədirəm? Xəzər Süleymanlıya. Necə bənzədirəm o insan, o danışıq tərzində, görünüşündə bənzədirəm. Yəni, insan insana bənzəyər. Siması da bənzəyir. Əsəl, mən bir də canlı yayımda onda, məsəl üçün deyirəm, kimsə girib oradan yazır ki, siz filan müğənniyə oxşayırsınız. Bəlkə də o insan öz aləmində mənə alçatmaq niyyətlə deyir. Mən deyirəm ki, hə, lap yaxşı, nə olar ki, o da mənim öz Azərbaycanlı balasıdır, o da bizim Azərbaycanlı oğludur. Nə olar? Nə olar, pəla. O oğlan sənin anavın, bacın, əzlərvin, doğmaların xoş gündə oxuyan bir insandır. Sən məni İraq olsun, düşməni oxşatmırsan ki. Düzdür? Bizi oxşadırsan öz millətimizə, öz ifaçımıza. Yəni, burada Allah eləməli nə var ki, lap yaxşı. Onun nə pis xasiyyətini görmüsən, nə pis hərəkətini görmüsən, sənə qarşı hansı pisliyin görmüsən. Ona görə mən söylə şeylər boş şeylərdir. O deyirəm də, sosial şəbəkədə sanki bəzi bir kütlə var. Mütləq mənfi nəsə yazmalıdır. Bununla qidalanır. O tək bizə deyil axı, o bütün dünyada elədir də. Yəni, bugün işləyən insanlar var, bekar insanlar var və ya qonşunun Wi-Fi-na qoşulan insanlar var ki, oradan kodu qırıb, belə peşəkarcasına kodu qırıb, oradan istifadə edən insanlar var. Yəni, əlbəttə ki, o insanların işi odur da, vəzifəsi odur. Maaş almasalar da Allah onlara qazanc nəsib eləsin inşallah. İnşallah. Amma belə qazandı. Biliyorsun, Belə yaşamaq nə var ki? Mənə də yazırlar. Nə danışır bu? 2 olan saatlıq efirə baxırlar, nə danışır bu? Olan şeydir. Onları biz qulaq çağırarıq, onlar da bizim marifənlər inşallah. İnşallah, inşallah. Bugün mən hər ikinizə bir sual verim. Düzdür, bu mövzu haqqında danışmışıq. Dəfələrlə hər belə deyim, verilişlərdə də danışılır. Bugün bir sənətçi üçün reklam önəmlidir, yoxsa onun səsi? Yəni, sualı belə daha geniş ünvanlayayım. Səs varsa, reklama ehtiyac varmı bir müğənni üçün? Qoy xanım cavab versin. Var. Var. Mən deyərdim ki, var. Bitdi. Yəni, bu səsi göstərmək lazımdır. Bunun üçün sənin üçün meydan yaradılmalıdır. Yəni, şərait yaradılmalıdır. Yəni, sən onu nümayiş etdirmək üçün sənə böyük dəstək lazımdır. Əlbəttə ki, reklam böyük ehtiyacdır. Yəni, mən elə özüm üçün oxumamalıyam ki, yəni, mən hansısa bir kütlə üçün oxumalıyam, az-çox, yavaş-yavaş da bu böyük kütlələrə yayılmalıdır. Sizin ilk ifanız Koray Avcı demək olar ki, reklamsız gəlib. Nə mənada? Bu küçədə musiqilərini ifa edirdi və ondan artıq bütün Türkiyəyə səs salır. Deməli, siz o küçədə ondan ifanı siz görmüşsünüzsə, demək ki, o sosial şəbəkədə həmin o ifalarını reklam edir. Düzdür? O insan efirə çıxmadan o küçədə ifa elədiyi musiqiləri çəkərək paylaşır. Bu da gözəl bir, təbii bir gözəlliyə səbəb olaraq sevilib insanlar qarşısında. Və məsələn, efirdə reklam elementi olaraq müəyyən sözlər demək olmaz, müəyyən şirkətlər demək olmaz. Amma elə şirkətlər var ki, məsələn, onların reklama ehtiyacı yoxdur.
Məsələn, Coca-Cola'nın reklama nə ehtiyacı var ki, düzdür? O şirkətə bir dəfə sual verilib ki, siz niyə görə bu boyda zirvəviz olurlar, bu boyda adınız olurlar, siz bu firmanı yenidən hər gün reklam edirsiniz. Buna ehtiyacı yoxdur reklama. Deyir, yox, bəs təzə çıxan insanlar var, təzə dünyaya gələn insanlar var, yeni dünyanı başa düşən cavanlar var, uşaqlarımız var, gənclər. Bəs onlar da başa düşməlidir ki, bizim içkimiz var. Yəni biz bunu bilirik, düzdür, bizim bəlli yaşımız var. Amma bugün 10 yaşında, 8 yaşında, 5 yaşında uşaq. Mən məsələn Allah bütün balları saxlasın. Mənim oğlumun 6 yaşı var, üzr istəyirəm böyüklərdən. Mənim övladım bütün içkilər məndən yaşlanır. Düzdür, niyə? Həm efirdə gördüyünə görə, həm bilir də, yəni bu insan efirə baxır, ya məsələn sosial şəbəkədə baxır ki, filan içki. Artıq bu böyük bir reklamdır da. Amma onun o reklama ehtiyacı yoxdur ki, düz var, yox. Amma o insanlar elə planların qurublar ki, yeni doğulan uşaqlar var, dünyaya göz açan, dünyanı dərk edən. Bəs biz onları tanıtmalıyıq bunları. Gələcək nəsli də nəzərə Bax, bu böyük bir reklamdır artıq. Bəli, bu böyük bir düşüncədir artıq. Onda reklama ehtiyac var. Amma Əlbəttə var. o dövrdə, keçmiş dövrə qayıtsaq, nə sosial şəbəkə var idi, nə Məsəl üçün üzr istəyirəm, Zeynəb Çeşidli xanım, az idi axı. məsəl üçün Zeynəb xanımın reklama ehtiyacı yoxdur, düzdür? Zeynəb Xanlarova SSR-nin xalq artistidir. Azərbaycan Respublikasının böyük sənətkarıdır. Bütün böyük tədbirlər Zeynəb xanımdan başlayıb, ondan bitib. Yəni biz belə görmüşük. Bugün Zeynəb xanım hansı reklama ehtiyacı var məsəl üçün, düzdür? Çünki o sənətinin elə bir nöqtəsindədir ki, artıq ona reklama ehtiyacı yoxdur. bir əfsanədir. Bəli, artıq o möhrün vurub çəkilib yanıb kənarda. Lazım olan bütün tədbirlərdə, lazım olan məkanlarda Zeynəb xanım özü öz səhnədə dəvət alıb o gözəllik yaradır. Onun reklama ehtiyacı yoxdur. Amma bugün əlbəttə bəlli yaş sahiblərinin reklama ehtiyacı var. Çünki onların bundan sonra böyük bir həyatı var, gələcəyi var. Düzdürmü? Ona görə belə məsələlər var da. Bu, belə deyim, siz dediniz çeşid az idi. Yəni tələbat bir növ o çeşidə idi də, onda belə çıxır. Yəni Olan oydu. xanəndə də az idi, müğənni də az idi. İndi maşallah Yox, olsun. mən təkcə yəni insanları demirəm. Yəni reklam olaraq, məsələn, nəyisə reklamı olaraq deyirəm ki, yəni bugünkü yəni olduğu kimi, yəni ümumi reklamdan söhbət gedir. Yəni deyir ki, bir neçə şey reklam edirlər efirdə. Yəni nə qədər çox seçim olarsa, təbii ki, reklam da böyük olmalıdır, böyük rol oynayır. Ola bilərmi reklamı yox idi deyə bizim xəbərimiz yoxdur ondan? Bu ifaçı da ola bilər, bir əşya da ola bilər. Necə sualdan başa düşmədim? Reklam olunmayıb deyə Aha. biz ondan xəbərdar olmamışıq. O qədər var ki, hə, o dövrdən bəli. Məsəl üçün elə gözəl müğənnilər, elə gözəl səslər reklam Bəli, olub. olmadığına görə biz onu tanımamışıq. Bəli, Məsəl üçün dövründə məsəl üçün Əli Mirəliyev, məsələn görürsüz bugün efirlərdə çox rahat danışır. Məsəl üçün mən elə ifaçılar var ki, o ifaçılara o danışığı heç yaraşdırmıram da. Amma dövründə Əli Mirəliyev, baxmısınız dövlət televiziyasında hansısa elə bir söhbət eləyir, elə bir danışıqlar olsun, ola bilməz. Bütün bugün dövlət televiziyaları var da, məsəl üçün o dövlət televiziyasında sən qonaq kimi dəvət olunursansa, orada hər xırda bir məsələyə bir diqqət olunur və sən orada qeyri-etik heç bir şey danışıb edə bilməzsən. Və o dövrün ifaçıları da o dövrdə yalnız və yalnız rayonun arxasında dayanar, yanında dayanıb ifa edə bilər. Əl hərəkətləri də müəyyən şərtlər qismində tam açıq şəkildə ola bilməz. Onu o dövrdən Yalçın Rızazadə bizim Allah rəhmət eləsin gözəl sənətkarımız o geyimləri gətirdi, müəyyən dəb halında yaratdı. Artıq yavaş-yavaş. Amma indi görürsüz, məsələn müəyyən kanallarda o senzura yoxdur deyə o ifaçıların əksəriyyəti çıxır, ürəyin nə istəyir danışır. Yəni bu danışıq da sabah paylaşırlar hansı sosial şəbəkədə oradan girib yazır, bu buradan girib yazır. Bu da olmaz. Yaxşı sənətkar, insan sənətkar özünü hörmət etməyə bacarsın. Siz baxın, ümumiyyətlə, məsələn, bugün götürək böyük sənətkardan, məsələn, Alim Qasımovdan götürək, düzdürmü? Böyük sənətkardan söhbət gedir. Bugün Ənvər Sadov bizim gözəl sənətkarımız, Natiq Şirinovdan götürək. Yəni, sənətkarlardan götürsə ümumidə, o sənətkarlar nə vaxt efirdə çıxıb, qeyri-etik danışıb? Görmüsünüz? Heç vaxt olmayacaq. Tutaq ki, Eyüp Yaqubov bizim gözəl sənətkarımızdır. Sırf sənəti ilə. Sənətlə. Ancaq sənətlə. Müəyyən ifaçılar var ki, onları siz heç vaxt qalmaqalda görməyəcəksiniz. Çünki onların öz sambalı var, öz sənət dünyası var, öz həyat yaşam tərzi var. Ona görə də o ifaçılara bugün cəmiyyətdə istək, rəğbət böyükdür. Və onlara qarşı orada heç kim artıq söz yaza bilməz. Bəli. Zümrüt xanım, səssizliyinizi musiqi ilə pozun. Gözəl bir ifa ilə.
qüssənə qəm Sən olan könüldə nə qüssənə qəm Sənsiz bu dünyanın ən bədbəxtiyəm mən Sevgiyə hədd qoymaq özü günahdır yar Cahilin hər eşiyəyim sözü günahdır yar Eşqi günah saymayan özü günahdır Kimi deyir eşqimdən ya Günahkaram mən yaraydan Ay aman aman Sensiz bu dünyanın ən bədbəxtiyəm mən Seninle dünyada bəxtiyaram mən Seninle dünyada bəxtiyaram mən Bəxtiyaram mən Harda qərar tutsam orada varam mən Varam mən Seninle dünyada bəxtiyaram mən Bəxtiyaram mən Bravo. Hər dəfə belə. Siz az öncə dediniz, belə bir saat oxusaydınız mən qulaq asardım. Nə gözəl. Görürsün, bax, belə professional ifaçıların formalaşmağı artıq xanım gözəl ifaçıdır, gözəl Bəli. müəllimdir, maşallah, həm də gözəl ifaçıdır. Bax, bu belə ifaçıların bizim elm məclislərində olmağı bizim üçün ən vacib məsələdir. Hərdən mən məclis sahibinə danışan deyirəm ki, kimi dəvət eləməsən deyə filan kəs. Deyirəm, dostlarımla danışıram təbii ki, mən hamısı qətini çox istəyirəm. Baxıram, yaxşı ifaçı ki, sevinirəm, amma nə yaxşı ki, bir toy bölüşü, bir məclis bölüşəcəyik də. İndi xanım İnşallah öz üzərində sözün yaxşı mənasında, reklam üzərində biraz da çalışsa, əlbəttə ki, formalaşmaq insan üzərindədir. Amma biraz fəal olmaq lazımdır sadəcə, vəssalam. Gəlin indi sizə bir fərqli bir sual verim. Musiqidən əlavə nə hobbiniz var? İdman. Yəni sağlamlıq olaraq idmanla məşğul oluram, mütəmadi olaraq. Həm görünüş olaraq, həm də fiziki sağlamlıq olaraq Mütləqdir. idmanla məşğul oluram, bəli. Sizin necə? Mənim hobbim, çox maraqlı hobbim var. Nə? Xanımlarda hobbi nə olur da? İdman, bir də yemək bişirmək. Düzdür, 2 dənə hobbi olur. Kişilərin ən böyük hobbisi. Ya da yeni yemək, bu nə deyirlər? Təşkil eləmək, yeni yaratmaq. Kişilərdə deyəlim ən böyük hobbi, məsələn mənim ən böyük sevgim, ən böyük hobbim öz sənətim bir kənara, indi hobbidən gedir söhbət. Ən sevdiyim hobbi maşındır. Maşın? Maşınları tez dəyişməyi sevirəm. Maşın sürməyi sevirəm. İnan Allaha, hərdən deyirəm kaş ki maşınımı ayırdığım vaxt sənətimi ayırardım. Onda bəlkə mən də xalq artistiydim. İnan Allaha. Bax, bugün efirə gəlməmişdən öncə... Dəyişdiniz yoxsa nə? Yox, dəyişməmişəm. Yəni tez almışam əslində. Efirə gəlməmişdən öncə, üzr istəyirəm, axşam bildim efirə gələcəm. Dünən gecə maşını üzdürmüşəm, sözün yaxşı mənasında ki, mən bugün efirə gələcəm. Bugün səhər durdum, işlərimlə bağlı 1-2 dövr eləyəndə gördüm yağış yağdı. İnanın Allaha ki, mən bir daha öz məsuliyyətimə istifadə edərək o maşını bir daha üzdürüb gəlmişəm bura. Mənim baba ən böyüsü, o böyük bir sevgi daha insan. Vallahi billahi deyirəm. Adam var ki, sevgisi məsəl üçün bugün hər hansı bir oynadı və ya futbola böyük sevgisi olan insanlar var. Mən onları çox dəstəkləyirəm, bəli. Hər bir sevgisi. Mənim də öz sevgim, ən böyük dostum sözün yaxşı mənasında. Bugün bizim nəqliyyat vasitəsində biz ondan sözün yaxşı mənasında yaxşı istifadə eləməliyik ki, o da bizi ünvanımıza çatdırsın. Mənim çox böyük sevgim var. Mənim heç kim deyəməz ki, ilin 12 ayında yalnız yağış çıxan, yağan günlərə çıxmaq şərtlə heç bir zaman mənim maşınım çirkli ola bilməz. Heç bir zaman mənim əynim başımda çirkli ola bilməz. Ona baxır. Heç bir zaman. Mən ona imkan vermirəm həyatım boyu. Və elə bilirəm ki, bax, biraz ki maşın çirkli olsun, həmən o idarə edeyim də, məsələn, bugün çox bəylər deyilədir də, elə biləm maşın problemi var. Sürəməsin narahatsız eləm, o qədər ki, elə görməmişəm deyə. Məni yu. Hə, mən artıq ora gedirəm, məsələn, maşın sürməyə and olsa, dostlarım deyir ki,
Bir görsən maşın salonunun içəri kimsə gəlir ki, qardaşım maşını yudundan xeyirli olsun. Mən maşın deyirəm bax indi gəlmişəm gözlə. Sizin maşına onda o yazılmayıb. Mənim Həyatı boyu mən 12 verməmişəm. heç vaxt görmədim. Ürəklərdə arzularda qalacaq. Mümkün deyil. Siz dediniz kaş məndə də olaydı. Siz on qələbətdən deyərdiniz. Hə, yaxşı. Allah nəsib eləsin. Onu mənə İnsan var ki, ehtiyac üçün sürür, yəni lazım olduğu üçün də, rahatlığı üçün sürür. İnsan elə da var necə ki, belə gəldi? hobbi üçün sürür də. Mən ehtiyac üçün, məcbur olduğum üçün sürürəm. Yəni Allah bütün sürücülərin də yolunu açıq eləsin. Sağ-salamat. Xatadan bəladan uzaq olsunlar. amin inşallah. Əziz tamaşaçılar, Əsl Şounun efirində qısa bir reklam fasiləsi var. Daha sonra yenidən buradayıq. Yanır səhnədən Diyarbəkir yoluna, nə Diyarbəkir yoluna Toydum düşdüm toruna, nə toydum düşdüm toruna Bu sevdalar boşuna, nə bu sevdalar boşuna Del alım, del alım, del alım, del alım, del alım Bu sevdalar boşuna, nə bu sevdalar boşuna Del alım, del alım, del alım, del alım, del alım Siverek sularına, le siverek sularına Bak gözümün yaşına, le bak gözümün yaşına Bu sevdalar boşuna, le bu sevdalar boşuna Del alım, del alım, del alım, del alım, del alım Bu sevdalar boşuna, le bu sevdalar boşuna Del alım, del alım, del alım, del alım, del alım Qazi köşkü baxşalar, le qazi köşkü baxşalar Yar oturmuş saçsalar, le yar oturmuş saçsalar Celalımın qaşı gözü ciğerimi parçalar Del alım, del alım, del alım, del alım, del alım Bu sevdalar boşuna, le bu sevdalar boşuna Del alım, del alım, del alım, del alım, del alım Yaxşı mənada silkələdiniz buraları. Allah razı olsun. Mən təşəkkür edirəm sizə. Bilirəm ki, elə böyük bir vaxtımız da yoxdur əslində. Təşəkkür edirəm Elvin qardaşım sizə. Mən sizə işlərinizi uğurlar arzu edirəm. Bugün bir çox aparıcıların əksəriyyəti və mənim tanıdığım bəzi aparıcılar var ki, mən burada veş idarlayan zaman bir neçə il öncə, hardasa 10 il öncə, 8 il 10 il öncə bəzi aparıcılar mənim veşimə qonaq gəlirdi, əyləşirdi, mənə qulaq asırdı sözün yaxşı mənasında, üzr istəyirəm sözümə görə, mən çıxmasın, mən
Biz hamımız Allahın bir bəndəsiyik. Amma bunu hər zaman özüm pis oluram ki, yəni vaxtı ikən bizim verişimizdə əyləşib bizə qulaq asan insanlar bugün müəyyən verişlər aparıb bəlkə bizi bu gün dəvət eləmirsə, Allah canı sağ eləsin. Biz necə bizə qarşı münasibət varsa, biz o münasibəti həmişə o insanlara qaytarmışıq. Bizim sənətimiz var. Biz ifaçıyıq. Bugün aparıcılıq əslində gözəl bir sənətdir. Onu bacarmaq özü bir peşəkarlıq tələb eləyir. Sadəcə o var ki, incə sənətdə, məsələn, bugün var ki, ifaçılıq sənəti, bunun üçün illər lazımdır. Böyük illər lazımdır. Amma aparıcılıqda bugün elə ki, hər bir insanın danışıq qabiliyyəti varsa, onu formalaşdırıb bir aparıcı kimi müxtələşdirmək bugün elə də çətin bir iş deyil. Ona görə çox öymək lazımdır elə həyatda, mütləq. İnsan ürəyi istəyir ki, soruşsun kimi deyirsiniz. Yox, mən adlarını çəkməliyəm, axı mən həyatda boyu adlarını çəkməliyəm. Onlar özləri bilirlər ki, mən danışıram, mən kimlərdən söhbət edirəm. Mən elə onların adını çəkincə, mən təşəkkür edirəm bu kanalın rəhbərliyi, bizim hörmətli, gözəl insan, dəyərli insan. Mən təşəkkür edirəm Ramiz müəllimə, Allah onun canı sağ eləsin. Allah ömrü versin, Aybəniz xanım, Allah can sağlıq versin. Əli qardaşıma, Əli müəllimə, Allah can sağlıq versin. Bu kanalda əziyyəti olan, efir arxası çalışan dostlarımız var, Allah onlara can sağlıq versin. Operatorlarımız var, Əli qardaşımdır, bizim Bahar xanımdır. Bu görürsünüz necə, balaca bir zamandan istifadə edib, görün nə qədər dəyərli insanlardan çəkdik, düzdür? Və salam, təşəkkür edirəm sizə, Səmərəli çox sağ olun. istifadə, hə? Çox sağ olun, mən təşəkkür edirəm dəvətinizə görə. Nə zamandır inşallah yeni bir mahnımız hazır olsun, onu da bunu təqdim edəcəm inşallah. Klip olacaq yoxsa? Klipi mütləq eləyəcəm inşallah, mütləq. Bu necə susmaya klip çəkmişəm, elə də yeni mahnıya gözəl bir klip tanışdırıram. Arif Səlimovla bərabər bir yeni yaxşı bir mahnı əsə gətirəcəyik inşallah. Duet yoxsa onun bəstəsidir? Birinci özüm oxuyacağım yaxşı mənada. Sonra əgər yaxşı olacaqsa bir mahnıda Ariflə özümüz bir duet planlaşdırarıq. İnşallah. İnşallah. Xanıma təşəkkür edirəm, uğurlar arzu edirəm. Var olasınız, çox sağ olun. Minnətdaram. Şad olun. Gəldiyiniz üçün var olun. Xoş oldu. Mən də sizinlə bir efiri bölüşmək. Adətən mən də soruşuram efirə gedəndəki bugünkü qonaqlar kimdir? Şad oldum. Adını deyən kimi düzdür, mən heç vaxt rastlaşmamışam. Bir məkanda düşməmişəm, bəli. Girdim, baxdım ifalarını, yəni çox bəyəndim. Yəni məmnuniyyətlə efirdə qəbul elədim. Çox sağ ol Bahar. Minnətdaram gəldiyiniz Və üçün. bütün Dünya TV əməkdaşlarına, rəhbərliyi başda olmaqla hər kəsə təşəkkür edirəm ki, gənclərə belə gözəl şərait yaradırsınız. Çox sağ olun. Minnətdaram. Çox sağ ol Bahar. Bahar xanım da bu gün maşallah olsun şəndir. Bəli. Bir sual ünvanlamaq istəyirəm. Ömrünüzdə bir mahnı qulaq asmaq şansınız olsaydı, hansı mahnı olardı bu mahnı? Ki bu mahnıdan başqa mahnı qulaq asa bilməyəcəksiniz. Öz ifanız olar, fərqli. Elə bir şey olmayıb. İnanmıram da ki, elə bir şey olar. Mikrofona desəz Yəni elə bir şey olmayıb. Yəni inanmıram da ki, elə bir şey olar ki, yəni bir mahnı şansım olar. Yəni son mahnı kimi bir mahnı şansım olar. Yəni gözəl musiqilər çoxdur. Mən bütün sənət yoldaşlarıma yəni dəyər verirəm. İfalarını sevə-sevə dinləyirəm hər janrda. Yəni yaxşı ifaçıya hər zaman yəni dinləyərək də, yəni paylaşaraq da dəstək olmuşam. Yəni gözəl ifaçılarımız çoxdur. Ad çəksən bitməz. Maşallah olsun. Bəs hər ikinizə bir sual ünvanlayım. Şən mahnını oxumaq daha asandır, qəmli mahnını sizin Şən üçün? mahnı asandır, mən deyərdim. Çünki şən mahnı, ritmik mahnı daha, yəni mən deyərdim ki, onu hər adam yəni zümzümə eləyir. Yəni hər adamın sümüyünə düşən bir mahnı olur. Ən azından o 8-də 6 ritm, yəni bizim canımızdadır da, yəni ən azından rəqs eləyirlər. Rəqslə o musiqini tuturlar. Mahnının gedişatını, yəni hissiyatını tuturlar, amma lirikanı məncə ifa etmək çox çətindir. Birinci onun üçün ürəyin olmalıdır və düzgün ritmin olmalıdır. Yəni musiqinin ritmindən çıxmamalısan. Bir çox xanəndələrin də bugün bu problemidir ki, yəni həzin mahnılar oxuyanda ritmdən ya qabağa gedir, ya geri qalır. Yəni çox çətindir. Nə qədər gözəl səsdə olsa, yəni hər adamda həzin musiqi alınmır. Yəqin ki, sənət yoldaşım da məndən razı oxumaq olar. üçün orada gərək səsi də o tona yükləyəsən. Həm də Şən biraz mahnı oxumağına musiqini var ki, yaşamaq üzü lazımdır güldürürsən burada. biraz. Ürəyini oxudun, bitdi. Qəmli mahnı oxumaq üçün o gərək səsi ora kökləyəsən, sən o mahnını yaşadasan və o mahnını o tamaşaçıya o səsini sevdirmək lazımdır axı. Orada onu hiss elətdirmək lazımdır. Adam o qəmli mahnı oxuyub, baxsan gülür. Gülürsən adama gəlir. Oxu da, qəmlən də biraz. Amma bəzi mahnılar olur, sözləri qəmlidir, amma musiqisi belə ritmik, dinamik.
Yox, qəmli musiqi. Bax, mən bir Arif Səlimov dedim. Arif Səlimovun ifa elədiyi bir neçə musiqilərin əksəriyyəti o qəmli musiqilərdir. Amma onu qədər gözəl təsvir eləyib, o qədər gözəl oxuyur, ürəkdən oxuyur. Bax, o lazımdır da, onu əks etdirmək lazımdır. Təşəkkür edirəm bir daha hər birinizə gəldiyiniz üçün. Gələn ayaqlarınız var olsun. Gələcəkdə uğurlar arzulayıram hər birinizə. Əziz tamaşaçılar, bu günlük biz efirimizi yekunlaşdırırıq. Sabah yenə eyni saatda bu məkanda canlı yayımla sizlərin qarşınızda olacaq. Sonda isə Zümrüd xanımdan ifa ilə bu günlük sağollaşırıq. Gecəniz xeyrə qalsın. Eğer beni unutsan güller boynunu eğer, eğer beni unutsan taşları gözyaşı töker. Eğer beni unutsan güller boynunu eğer, eğer beni unutsan taşları gözyaşı töker. Məhəbbətim, səadətim inan sənə bağlıdır. Ülviyyətim, şan şöhrətim inan sənə bağlıdır. Məhəbbətim, səadətim inan sənə bağlıdır. Ülviyyətim, şan şöhrətim inan sənə bağlıdır. Əgər mənə baxmasan, baharım qışa dönər. Sən qəlbimə axmasan, göz yaşım selə dönər. Əgər mənə baxmasan, baharım qışa dönər. Sən qəlbimə axmasan, göz yaşım selə dönər. Məhəbbətim, səadətim inan sənə bağlıdır. Ülviyyətim, şan şöhrətim inan sənə bağlıdır. Məhəbbətim, səadətim inan sənə bağlıdır. Ülviyyətim, şan şöhrətim inan sənə bağlıdır. Sensiz bir günüm olsa inan hayatım söner. Ağlayan anların sonsa benim varlığım söner. Sensiz bir günüm olsa inan hayatım söner. Ağlayan ağların sonsa benim varlığım söner. Məhəbbətim, səadətim inan sənə bağlıdır. Ülviyyətim, şan şöhrətim inan sənə bağlıdır. Məhəbbətim, səadətim inan sənə bağlıdır. Ülviyyətim, şan şöhrətim inan sənə bağlıdır. Məhəbbətim, səadətim inan sənə bağlıdır. Ülviyyətim, şan şöhrətim inan